Bir evdə yaşadığınız insan sizdə hər hansısa bir genetik xəstəliyin ortaya çıxmasında böyük rol oynaya bilər. Görəsən genetik xəstəliklər %100 ortaya çıxmalıdırmı, yoxsa burada başqa amillər də var? Gəlin bu sualın cavabını verək. Ümumiyyətlə bəzi xəstəliklər vardır ki, bunlar dominant gen qruplarına sahibdirlər və həmçində penetransları yüksəkdir. Yəni filan gen qrupuna sahib insanlarda o xəstəliyin ortaya çıxma ehtimalı yüksəkdir. Bu halda artıq həmin şəxs bu xəstəliyə ömrünün müəyyən qismində məruz qalır. Məsələn, Huntington xoreyası nevroloji bir xəstəlikdir. Burada penetrans çox yüksəkdir. Bəzi xəstəliklər də var ki, genetikamızda onların kodu var, amma ortaya çıxmaya bilər. Çünki ortaya çıxmaq üçün təkcə genetika bəs eləmir, həm də əlverişli mühit lazımdır. Məsələn, yediyiniz qida, içdiyiniz içkinin növü, miqdarı, həmçində kimlə yaşadığınız, gün ərzində nə qədər stresə məruz qaldığınız, həyatınızda baş verən xoşbəxt hadisələr, yaxud da bədbəxt hadisələr, bütün bunlar sizin gen sisteminizə təsir edir və bəzi genlərin açılıb, bəzi genlərin isə qapanmasına səbəb olur. Həmçinin də, məsələn, hamilə qadınlar, niyə görə mavi rəngli gözü olan uşaqlara baxanda, onlarda, həmin uşaqlarında da yenə də mavi gözlü olma ehtimalları yüksəlir. Çünki burada epigenetik dediyimiz bir sahə dövrəyə girir. Epigenetik isə genetikanın bir üstündəki amillərdir. Yəni, o amilləri öyrənən elmdir ki, hansı vəziyyətlərdə genlərə təsir olunur və o genlər aktivləşir, hansı vəziyyətdə isə genlər bloklanır və həmin əlamət ortaya çıxmır. Və bunu həmçinin belə bir misalla da verə bilərəm. Məsələn, mənim saçımla mənim burnumdakı genetika eyni dizilimdir. Yəni, eyni, belə deyək, hərflər yaxud da eyni gen yığılımıdır. Biz onu hərflərlə adlandırırıq, amma əslində gen yığılımıdır. Amma niyə görə məndə burada o burun oldu, burada saç oldu, burada qulaq oldu, burada göz oldu? Məhz bu epigenetikdən asılı olan bir amildir deyə düşünülür. Yəni burada artıq genin biraz üstündəki elm dövrəyə girir və bu elm əslində araşdırır ki, necə olur ki, bəzi xəstəliklər genetik olduğu halda ortaya çıxmır. Və burada elmin də bugün gəldiyi nöqtədə hətta yaşadığınız insanla keçirdiyiniz, belə deyək, həyat tərzi belə sizin o xəstəliyə yoluxub-yoluxmamağınızda böyük rol oynayır. Buna görə də yaşadığımız insandan tutun da ətraf mühitimiz, həyatda verdiyimiz seçimlər, yediyimiz məhsullar, içdiyimiz içkilər belə bizim genetikamıza təsir eləyə bilər. Yəni bu kod öncədən yazıldı və sonsuza qədər dəyişməyəcək deyə bir şey yoxdur. Epigenetik elmi göstərir ki, bəzi kodlar yazılsa belə açılmaya bilər, yəni aktivləşməyə bilər. O zaman o əlamət ortaya çıxmır. Bəziləri isə aktivləşə bilər və o artıq əlaməti ortaya çıxaracaqdır. Görürsünüz, insan elminin möhtəşəmliyi, möcüzələri bitmir ki, bitmir. Və siz bu barədə nə düşünürsünüz?